Salam, hər vaxtınız xeyir olsun. Deyirəm, biraz gülək, güldürək, əyləndirək. Deməli, əziz, hörmətli, dəyərli dostlar, bu paylaşımı da bəyənəsiniz. Kanalımıza takip deyilsinizsə, kanalımıza takip olasınız, abunə olasınız, yəni, belə deyək, fərqi yoxdur. Hansı sosial şəbəkədə paylaşıramsa, hansı platformada paylaşıramsa da orada bəyənərsiniz. Bir maraqlı, gülməli bir şey də açmaq istəyirəm. Ay, Allah güldürsün. Deməli, mən bir canlı yayım açıram, belə deyək də, daimi izləyicilərim var. Belə deyək də, xanımlar, bəylər, belə deyək də, Allah hamısına can sağlığı versin, hörmətləri, izzətləri artıq olsun, könülləri xoş olsun. Deməli, bir dənə daimi izləyicimiz var, gənc yeniyetmə kraliça, belə deyək də, gənc yeniyetmə kraliça, 40 yaşlı xanım, qız xanım, belə deyək, neydi adı? Kəmalə, gənc yeniyetmə 40 yaşlı Kəmalə. Deməli, təsəvvür elə, canlıya hansı bəy gəlir, hansı oğlan gəlir, belə deyək də, Allah hamısını hörmətli, izzətli eləsin. İndi hörmətlilərin hörməti həmişə hörmətli olsun. İndi eləsi var, indi belə deyək də, özünə hörmət eləməyən səviyyəsizlər olur. Onlara da girişir, hörmətlilərə də girişir, hamısına girişir də. Elə girdədir. Girdədir. Deyərsən ki, sən dedən adını, oğlan qıza girişər. Bunda tərsinədir də, belə deyək də, gənc yeniyetmə, 40 yaşlı gənc yeniyetmə Kəmalə gələn oğlanlara girişir ancaq. Girdədir, belə deyək. Təsəvvür eləyin, indi izləyicilərdən biri, nəsə bir dənə, daha doğrusu bir dənə bir səviyyəsizin biri gəldi, başladı. Nəsə mən buna ürək sözlərimi dedim, nəsə, bu gör nədir? Deyir, üzvü niyə göstərmirsən? Deyirəm, ay axmaq, sən deməli başa düşsən, bilərsən ki, mən üzvümü niyə göstərim? Üzvümü göstərsəm, mən sənin mesajını oxuya bilməyəcəm. Deyir, arvadsan. Dedim, ay, axşam narahat olma, dayı olacaqsan. Belə, bu nəsə dala verdi bir sözlə. Ay dayı, mən sənə nə dedim, sən mən. Dedim, mən nə idi o deyir? Deyir, sənə demirəm. Ay, nə sənə demirəm. Neysə, anırım, bərim bunu özüm bloka göndərmədim hələ ki. Daha doğrusu demədim də, moderatorlara demədim ki, blok edeyim. Sonra nəsə, elə bil, telefonu qırağa qoydum, o canlı yayım aparılan telefonu. Getdim mənim, çay içəsiydim, çay içdim, gəldim yenə telefonu əlimə götürəndə, bir də onda bildim ki, qızdan biri həmən gədəklə, özünə hörmət eləməyən gədəklə, belə deyək də, dalaşır. Dalaşdığı yerdə bu Kəmalə dediyimiz, girdə olan Kəmalə, həmən gədiyə gedən adı da Raufdur. Rauflardan yaxşı, hörmətli, izzətli oğlanlardan da belə uzaq olsun, belə deyək də. Bu Rauf deməli, bizim bu moderatorla, moderator daha doğrusu onunla dalaşır, Raufla. Yazışırlar da, belə deyək də, dalaşır, nəsə bir-birlərinə nəsə deyirlər də. İndi mən tam bilmədim, çünki mesajlara diqqət yetirə bilmədim bir sözlə. Bir də onda bildim ki, deməli, moderatorum qız, o gədə, özünə hörmət eləməyən gədəklə dalaşanda, bu Kəmalə, girdə olan Kəmalə, deyir, Rauf, sənin neçə yaşın var? Ölmüşəm də gülməkdən bunu eşidəndə. Cəmaat burada dava eləyir. Bu, Raufda yaş soruşur. Dostlar, belə gəlin YouTube'a, bu TikTok'da boş şeylər. Gəlin mənim YouTube kanalımda maraqlı, gülməli, əyləncəli, maraqlı Şahmar Salman YouTube kanalına gəlin. Canım, orada bir Kəmalə var da, mırtdır da, başdan ayağa mırt.
Allah köməyi olsun, bir sözlə, Allah köməyi olsun. Amma keyf elədənə bir sözlə ki, belə könlün xoş olsun. Gül, əylən, könlün xoşluğuyla. Belə. TikTok'da belə deyək də, qohum əqrəbadır, tanış, biliş o qədər var ki. TikTok'da canlatmıram. YouTube'da qəşəng deyirik, gülürük, əylənirik, belə könül xoşluğuyla da Kəmalənin şərəfinə buradan bir daha deyirəm ki, Kəmalə, narahat olma, ərə gedəcəksən, gənc yeni yetimə qızsan, 40 yaşında, hələ ki kraliçasan, sən bizim YouTube Azərbaycan üzrə YouTube segmenti, nə deyirlər, YouTube canlı yayımının, canlı çatının kraliçasısan sən. Bəli. Allah sənə kömək olsun. Ümumiyyətlə, bütün izləyicilərimizə də salamlar olsun, var olun. Allah həmişə yaxşıların başını uca eləsin. Bax, Kəmalə də, bax, cəmaat belə dalaşır, qızla oğlan dalaşır. Kəmalə oğlana yazır ki, Rauf, neçə yaşın var? Ay, sənin Allah. Moderator bunda deyir, Kəmalə deyir, səni öləsən deyir. Bir imkan ver deyir, davam eləyim deyir. Nədə neçə yaşın var? Öldüm gülməkdən ha. Komediyadı da başdan ayağa. Ona görə dostlar, TikTok'dan əlinizi üzdün. Gəlin YouTube'a, mənim Şahmar Dalman YouTube kanalıma abunə olun. Arada bir canlı açıram. Ha vaxt ürəyiniz istədir, mesaj yazın, deyin ki, Şahmar bəy, canlı, Şahmar əmi, Şahmar dayı, belə deyək, canlı, laf Şahmar ata deyin, nəlimə, baba deyin, belə deyək, Şahmar baba, canlı aç, gələk, mən də deyim, problem yox. Gəlin qəşəng söhbət eləyək, deyək, gülək, əylənək, sağ olun.